Hörmətli məni izləyənlər, bana değer verenler, her birinizi var olasanız, her birinizin başınıza dönüm. İndi isə mən sizlərə bir dənə Statnamə şeiri deyim və dalından bir ana şeiri deyəcəm. Yazmışam ki, bu çoxdanın şeiridir. Bunu bizim yanaşıqların çoxu tanıyır, bilir, oxuyur. Çox yerlərdə öz ifalarında deyirlər. Yazmışam ki, minnətli pay ilə tənəli sözün qiyməti bir çürük oduna değməz. Töhmətli söz deyib yağbal versələr, turşumuş ayranın dadına değməz. Ətir verməz iblis səktirsə, kim sağalar xəbis dərman yetirsə, seyrəqub surfaya çavaf gətirsə, igidin yuvansın zadına değməz. Tülküdə qaydadır, qaz toyuq qanlar, şeytan kəslər şən həyatdan nə anlar? Namus qeyrətini tanımayanlar, elde bir ismətsiz qadına değməz. Şəlalə sinəmə tutan oxdursa, Ramiz tab gətirməz qəmi çoxdursa, gən günündə, dar günündə yoxdursa, hay deyib, höy verib, çağırılan adına değməz. Hay verib, höy verib, çağırılan adına değməz. Əhvalatı danışımı yazacağım, uzundur. Yəni mən zaman var idi, vaxt var idi, ağrımışam, ağrıyanda anam yanıma gelmişti. Anamın gözünün yaşı qurumurdu. Ona göre bu şeiri orada anama həsr etmişəm. Çalış dözümlü ol qəmə qüssəyə. Ağlama, ağlama, ağlama ay ana, ağlama ne olar. Coşkun çaylar kimi şırıldayıb da. Çağlama, çağlama, çağlama ay ana, çağlama ne olar. Bala deyib harayıma çatıp da. Sayıqlama kəm yuxuda yatıp da. Cismini alova oda qatıp da. Dağlama, dağlama, dağlama ay ana, dağlama ne olar. Zavallıyam daha yerdedir yanım. Onsuz gedərciyəm qoy çıxsın canım. Damarım dəlinib axsa alqanım. Bağlama, bağlama, bağlama ay ana, bağlama ne olar. Yəni bəxt edim, əhvalatı çox uzundur, istəmirəm oralarını danışım. Allah heç kimi xəstə eləməsin. Canımın ağrıyan vaxtı idi, anam da bizə gəlmişdi.